Salamlar dəyərli izləyicilərimiz. Bugün biz gözlərdə aparılan lazer korreksiyalar haqqında danışacağıq. İlk növbədə söyləməliyim ki, bunu hər kəsə etmirik. Belə ki, əməliyyat öncəsi göz müayinələri aparılır və əməliyyatların növü individual seçilir. Əməliyyat öncəsi əməliyyatlarımızın nəticələri barədə, risk faktorları barədə, əməliyyatdan sonra gözlərə qulluq barədə ətraflı məlumat verilir. Və əməliyyata qərar verildikdən sonra əməliyyat günümüzdə 5-10 dəqiqəlik əməliyyatımızı icra edirik. Əməliyyatdan sonra sadəcə əməliyyat günü bulanıq görməmiz olur və əməliyyatın səhərsi tam dəqiq görməklə həyatımıza davam edirik. Hətta əməliyyatımızın səhərsi avtomobil idarə edib müayinəyə də gələ bilirik. Görməmizin tam bərpası 1 həftə ərzində davam edir və 1 həftənin tamamında artıq 100, 120, hətta 150% görməmizə qovuşuruq. Əməliyyat zamanı əgər risk faktorları aşkar edilirsə, yəni ekzimer lazer əməliyyatlarında gözləri seçərkən ən ideal nəticə əldə etdiyimizdə bu əməliyyatlara davam edirik. Əgər nəticəmiz istədiyimiz kimi olmayacaqsa, eynəklərlə həyatınıza davam etmənizi tövsiyə edirik. Əməliyyatdan sonra 3 həftə ərzində gözlərinizi qorumalısınız. Xanımlar göz makiyajı etmirlər. Daha sonra idman və süni soyuzələrinə girmək məsləhət deyil. Bu müddətdən sonra tam normal həyat rejiminizə davam edirsiniz. Əgər gözlərinizdə görmə zəifliyi varsa və əməliyyat etməkdən qorxursunuzsa, bizə müraciət edin. Biz ətraflı olaraq bütün detalları sizlə danışacağıq və sizi əməliyyata razı salacağıq. Gözlərinizi bizə əmanət edin.